Osmanın qətlinə səbəb olan amilləri xülasə etsək, siz əvvəldə qeyd etdiniz ki, araya sızmış insanlar var idi. Bir də mühüm bir nöqtə qeyd etdiniz ki, onlar alimlərdən və elmdən uzaqlaşmışdılar. Bəli, Allah sizə bərəkət versin. Səbəblərdən birincisi, xarici əllər idi. Xarici əllər. Onlardan bəziləri fikirlərini yaymaq üçün İslamı qəbul etmiş kimi göründülər. Digər səbəb isə səhabələrin tərbiyəsi ilə yetişməyən bəzi müsəlmanlarda xəvaric düşüncəsinin mövcud olması idi. Onlar Rəsulullahın səhabələrindən həm fiziki, həm də fəhm olaraq uzaq idilər. Fiziki olaraq uzaq idilər, çünki uzaq bölgələrdə yaşayırdılar. Fəhm olaraq da uzaq idilər, çünki onlar elmi Allah Rəsulunun səhabələrindən almamışdılar. Bu insanlarda 3 əsas ünsür çatışmırdı: hikmət, elm və fiqh. Onlar bu insanlara qoşulan cahil fitnəkarlar idilər. Dördüncü məsələ isə fəzilət sahiblərini öz məqamına qoymamaq idi. Hətta onlar Rəsulullahın şəhərinə gəldikdə belə Rəsulullahın səhabələrinə müraciət etmədilər. Bu hadisədən götürəcəyimiz çox mühüm bir məqam var. İnsanlar o vaxta qədər xeyir içində olarlar ki, onların yanında Allaha asi olmayan məsələlərdə sözü eşidilən və itaət edilən rəhbərləri, Allahın dini barəsində sözü dinlənilən alimləri və həyat təcrübəsi qazanmış ağsaqqalları olsun. Əgər bu 3 şey mövcuddursa, Allahın izni ilə xeyir mövcuddur. Buna görə də şər əhli və azğın fikir sahibləri bütün dövrlərdə bu 3 təbəqəni hədəf alaraq onları sarsıtmağa çalışırlar. Əvvəlcə rəhbərlərə təni edirlər. Onlar haqqında yalanlar uydurur, onları gözdən salır, kiçiyi böyüdürlər, həqiqətləri təhrif edirlər. Bugün bizim dövrümüzdə mövcud texnologiyalardan istifadə edirlər. Görürsən ki, bir video yayırlar və deyirlər ki, bu video filan yerdədir. Araşdırdıqda görürsən ki, o 8 il əvvəl uzaq bir ölkədə çəkilib və məsələ tamamilə başqadır. Məqsəd rəhbərlərə təni etməkdir ki, onları gözdən salsınlar. İkinci məsələ alimlərə təni etməkdir ki, alimlərin heybəti getsin. Əgər alimlərin və rəhbərlərin heybəti getsə, şər qapısı açılar, fitnə və şər sel kimi axar. Üçüncü məsələ isə yaşlılara olan etimadı sarsıtmaqdır. Bu adamlar heç nə başa düşmürlər. Bu adamlar dindən xəbərsizdilər. Bunlar pis iş sahibləridir. Bunlar belə adamlardır deyə təbliğ edirlər. Nəticədə gənclər artıq atalarına və analarına hörmət etmirlər. Gənc öz-özünə aldanır, yanındakilara aldanır və onlarla birlikdə istirahət məkanlarında və uzaq yerlərdə vaxt keçirir. Sonra ailəsinin evinə gəlir. Əgər içəri girib salam verirsə, bu artıq yaxşılardan sayılır. Daha sonra öz otağına keçir. Kompüteri ilə baş-başa qalır və həmin insanlarla ünsiyyət qurur. Sonra yenidən həmin məkanlara gedir, ailəsinə qarşı nifrət bəsləyir, sonra cəmiyyətə nifrət etməyə başlayır. Buna görə də onların metodlarından biri ölkədə olan nöqsanlara diqqəti yönəltmək və ölkədə olan xeyirləri görməzdən gəlməkdir. Hətta içində xeyir olan gənclər bu sözləri eşitdikdə elə zənn edirlər ki, bu cəmiyyət cahil bir cəmiyyətdir. Beləliklə hadisələr bu şəkildə olur.